Salam əziz ingilis dili sevərlər. Sizinlə yenidən görüşməyimə çox şad oldum və bugün istəyirəm ki, artikel mövzusunu daha sadə, daha asan bir formada başa salım. Artikel ümumiyyətlə nə deməkdir? Artikel Azərbaycan qrammatikasında heç bir əvəz edici bir qaydası yoxdur. Sadəcə bir deməkdir. Müəyyən bir və yaxud da müəyyən olmayan bir. Deməli, və ən artikellə başlayaq. Artikel özü iki cür olur: müəyyənlik və ya qeyri-müəyyənlik. Yəni müəyyən, tutalım ki, və ən artikeli. Əgər mən küçədən keçərkən hər hansı bir it görürəmsə, onda və ən artikeldən istifadə edəcəm. Mən tutalım ki, kitab mağazasına gedib hər hansı istənilən bir kitabı götürürəmsə, seçirəmsə, bu artıq qeyri-müəyyənlik artikeldən istifadə edəcək və isimləri təyin etmək üçün. Sadəcə isimlərin qarşısında işlənir artikel. Bəzi istisnalar olmaq şərti ilə o videolarda onu izah edəcəm. Sadəcə indi asan və sadə yolla izah etmək istəyirəm. Artikel ümumiyyətlə nədir? İsmə aiddir. Sadəcə elə bil ki, tək isim sayıla bilən tək isimlərin qarşısında artikel istifadə olunmalıdır. Tutalım ki, I saw a dog. Mən hər hansısa bir it gördüm. Və yaxud da an apple. Niyə an apple? Apple'ın qarşısına niyə an oldu? Çünki Apple'dakı A hərfi sait səsi olduğuna görə sait səslə tələffüz olunan sözlərin, isimlərin qarşısında an article qoyulur. An apple, an orange. Yəni hər hansısa. Məsələn, mən marketə gedirəm, almalara baxıram və oradan hər hansısa bir almanı götürürəm və onun dadına baxmaq istəyirəm ki, görüm bunu almağına dəyər yoxsa yox. Sonra keçək Z artikelına. Z artikeli isə deməli, Z artikeli isə burada isə xüsusilik var, müəyyənlik var. Tutalım ki, I saw the dog. Mən hər hansı bir iti yox. Artıq əvvəlcədən məlum, mənə tanış olan bir iti gördüm. Tutalım ki, mən qonşuya getdim, onların həyətində Rex adlı bir iti görmüşdüm. Haçansa. Və sonra küçədən keçərkən və yaxud da maşın sürərkən görürəm ki, Rex küçədədir. Onda mən Z artikelından istifadə edəcəm. I saw the dog. Bu deməkdir ki, mən artıq o iti tanıyıram. Qonşumun itidir. Tutalım, I read the book you gave me. Bu cümlə keçmiş zamandadır, feillər. I read the book you gave me. Sənin mənə verdiyin kitabı mən oxudum. Book'un qarşısında Z onu göstərir ki, sənin mənə verdiyin kitabı oxudum. Yəni, hər hansısa bir kitabı oxumamışam. Sənin mənə verdiyin. A dog, indi bunu ümumiləşdirək, qarşılıqlı müqayisə şəklində. A dog, bir it. Hər hansı bir itdən danışırıq, konkret hansı olduğunu bilmirik. I saw a dog in the park. Mən parkda bir it gördüm. Yəni, hər hansısa bir it gördüm. Sonra the dog. The dog, yenə də o it. Biz artıq hansı itdən danışdığımızı bilirik. Əgər ismin qarşısında Z artikeli varsa, artıq o bizə əvvəlcədən məlum olub. Biz artıq onu bilirik, tanıyırıq. I saw the dog you were talking about. Mən sənin danışdığın o iti gördüm və yaxud da mən Rex'i, yəni qonşuluqdakı o iti gördüm. I saw the dog you were talking about. I saw the dog in the street. Küçədə mən o iti gördüm. Yəni Z-də o var, o, Z, o-dan götürülüb, this-dən götürülüb o. Bu. Amma artikeli isə, an artikeli isə burada qeyri-müəyyənlik var. Ümid edirəm ki, bu daha yaxşı, anlaşılır şəkildə sizə izah edə bildiyim gələn videolarda görüşərik. Hələlik.